Salam millət, mən Nurəddin yenə qarşınızdayım. Əlbəttə ki, klan savaşı videoları ilə. İstəyirsiniz keçək savaşa. Yox, savaşa. Bir dəqiqə. Buradan savaş günlüyümüzə baxaq. Aha. Savaşa baxaq elə. 29'a 23 tutardı savaş. Rəqibə baxaq bir dəqiqə, düşman takım. Gördüyünüz kimi rəqib Kanadalıdır. Pis də savaşmadılar, amma biz güclü idi onlardan. Siz belə baxaq. Adi donuz hücumunda, yəni Köymən 8'in normal donuz hücumunda bir dev atlaraq klan qalası çıxarılır. Buranı sürətləndirək. Birinci zəhər atıldı. Okçular öldürə bilmədim, o görə ikinci zəhər atacağımdır. Atdı gördüyünüz kimi. Və buradan bu bomba çıxarıldı. Donuzlar buraxılır. Donuzları aşağı tərəfdən gördüyünüz kimi yayır. Bu donuz sınıfı çox yaxşıdır, yəni yaymaq. İki yerdən buraxmayın ya da bir yerdən buraxmayın, yayın donuzları. O rahat olur, çünki hər daha 1-1-2-2 düşür. Çox donuz olmur onda. Şifalar atıldı, çox yerində oldu və üçüncü şifaya diqqət edin. Donuzların birləşdiyi nöqtəyə atılacaq yəqin ki. Və donuzlar içəridə olan vaxtda arxadan bizə buraxılmalı ki, vaxtdan qazana biləsiniz. Gördüyünüz kimi donuzların birləşəcəyi yerə atıldı. Diqqət edin, artıq yüzlər də buraxılır. Bacardığınız qədər büyücüləri tez boşlayın ki, vaxtdan xeyr elə biləsiniz. Sürətləndirək, bundan göstərici təmizliydi artıq. Aha. Gördüyünüz kimi köy rahat bir şəkildə alındı. Və 100%. Keçək ikinciyə. İkinci hücum mənimdir. Baxaq istəyirsiniz. Golem donuz hücumunda köy binası 8'in. Gördüyünüz kimi rəqibin divarları zəif olsa da silahlar isə zəif deyil. Yəni 8 max olmasa da silahlar biraz güclüdür. Nəsə başlayaq istəyirsiniz. Deprem gücü ilə mərkəzə yol açılır. Gördüyünüz kimi çox rahat bir yol açıldı. Büyücülər aşağıdan atılır. Yəni qırağı təmizləməyə görə attım onu. Buranı sürətləndirək istəyirsiniz. Bir golem boşlandı aşağıdan. İkinci golem də gəldi. Burada iki golemin məqsədi odur ki, yəni mərkəzə girmək, klan qalası əsgərlərini öldürmək, bir də mümkün qədər bomba yerini ləğv eləməkdir. Yəni iki bomba yerlərini ləğv eləməkdir. Qalanını isə donuzlar özləri həll edəcəklər. Baxaq, gördüyünüz kimi birinci şifa getdi artıq. Golemlər mərkəzə girirlər. Şimdi aşağıdan donuzlar 2-2-3 atılır. Hər silaha 1-1-2-2 atılır gördüyünüz kimi. Belə yəni buna 2-2 boşlandıqda silahlara çox donuz olmur. Və bu çox yaxşıdır. Bura baxaq siz gördüyünüz kimi axırıncı şifa da atıldı donuzların birləşdiyi yerə. Bundan gerisi artıq təmizlikdir. Baxaq. Golem bir də həyatda qalıb burada. Sürətləndirək. Və bu da köydə rahat şəkildə alındı. Siz köy binası 7'lərə baxaq. 3 rom, bunu mən hücum etdim. İkinci nikimlə.
Bunu bizim 3-cü yerimiz almaydı, amma girib ala bilmədi, ulduz ala bilmədi. Ona görə də mən girdim. 6-cı yerdə idi bu. 6-cı yerdə olmama baxmayaraq 3-cü yerə girdim. Baxaq istəyirsiniz. İçəriyə ataraq yol açmağa çalışıram gördüyünüz kimi. Yol açıldan sonra o səcdələrə gəlir. Və balonlar. Aslında burada mən 2 ulduza görə girmişdim, amma biraz da planlı girsəydim, özünüzə görə istəyirəm. Çoyun max ala bilərdim. Amma 3 ulduzu fikirləşməmişdim buna girəndə. Sonradan gördüm ki 3 ulduz ola bilər. Görürsünüz, eğer biraz da planlı girsəydim bura, ala bilərdim. Bundan gerisindən olsa 2 ulduzdur, baxmağa ehtiyac yoxdur. 4-ə baxaq. Black bu hücum eləyib. Çöy binası 8, 7 idi. 8-ə təzə keçib. Görürsünüz, sıraltıya silahlar da çöldə damısı. Sürətləndirək. Çöy binası 7-nin normal hücumudur, gördüyünüz kimi. Yıldırımla əjdərdir. Klan qalası yox edildi. Yıldırımla fişəngin biri yox edildi. Sonra əjdər ilə girir. Buranı sürətləndirək istəyirsiniz. Buna baxaq, keçək istəyirsiniz bir hücumu göstərir. Ondan sonra çöy binası altlara baxalım. Burada rahat alındı. Keçək siz binəni 7 yapaq, ondan sonra altlara keçərik. Bunu mən eləmişəm. Mən ilkimdir bu da. Çöy binası 7-dir, gördüyünüz kimi maxdır. Baxaq istəyirsiniz. Təbii ki, yenə yıldırım var. Çöy binası 7 hücumları hər dəfə deyirəm, çox rahatdır. Əjdər yıldırımda çox rahat alınır hər bir düzən. Mənim üçün çöy binası 7 biraz maraqsız da gəlir. Hücumlar çox rahat olur. Yəni heç bir düşüncə yoxdur orada. Yıldırım atırsan, birini yox edirsən, digər tərəfdən girirsən. Bu hər dizayn fərqi yoxdur. Hər dizaynda işə yarayır o. Ona görə biraz maraqsız gəlir mənə. Nəsə keçək istəyirsiniz. Çöy binası altlara baxaq. Burada olmalıdır 6. Dəqiqə baxaq. Ha, bu 6-dır. Bina 7 təzə keçib. Baxaq istəyirsiniz. Klan qası çıxardıb öldürüldü. Görürsünüz, bu ən böyüklərdən biridir. Klan savaşında üzərində fişəngi çörəb. Fişəng yox olunur. 4 devlə. Və qalan yerlərdə balonlar 2-2 atılır. Yəni bu donuz kimi, bayaq dediyim kimi balonları da həmçinin hər silaha 2-2 atmaq lazım. Çünki bir var toplu hamısı bir yerdə görə, bir də var 1-2 zərə görə. Ona görə çox yaxşıdır bu. Gördüyünüz kimi klan qazı donuzları hələ də ölməyib. 4-də durur. Oxçular aşağıda sağlandı. Sürətləndirək. Çox rahat şəkildə buradan da 3 ulduz alındığını gördünüz. İstəyirsiniz buradan keçən savaşa baxaq. Oradan da 1-2 hücum göstərim. Qalıbsa əgər. Yox, qalmayıbmış. Təkrar qalmayıb. Nəysə, bugünlük də bu qədər. Kanala abunə olmağı yaddan çıxartmayın. Rəylərinizi də bildirin. Hansı hücumlar istəyirsinizsə əgər göstərə bilərəm. Problem deyil. Sağ olun, salamat qalın.